Salam, hər vaxtınız xeyir olsun. Sizlərlə bugün testin izahına baxacağıq. 31-ci sualdan başlayaq. Demək, bizdən nə soruşulur? Verilənlər arasında hansı tarixi şəxsiyyətə aid məlumat yoxdur? Bir Dağlıq Qarabağın Ermənistan güzəştə gediləcəyi halda müxtəlif dövrlərdə Azərbaycandan qoparılmış ərazilərin geri qaytarılması təklif olundu. Bu təklifi Mirzəfər Bağırov irəli sürmüşdü. Bu variant var. Repressiyaya məruz qalanlara bəraət verilməsi İvan Mustafayevin dövründə idi. Milli Azərbaycan qərargahı, yəni MAQın təşkil olunması bu Vəli Axundovun dövründədir, var. Bakı Məişət Kondisionerləri Zavodu 1975-ci ildə Heydər Əliyevin dövründədir, bu da var. Demək ki, burada aid olmayan Nəriman oldu. Növbəti sual, 32-ci sual. Hülakilər dövlətinin, demək sualın şərti nədən ibarətdir? Hülakilər dövlətinin yaranmasından əvvəl, yəni 1258-ci ildə yaranıb, bundan əvvələ aid olan Tiflis Müsəlman əmrinin isə ləğv olunmasından sonraya aid olan Tiflis Müsəlman əmri isə 1122-ci ildə, yəni bundan sonraya aid olan hadisələri götürməliyik. A variantına baxırıq, Sultan II. Mehmedin Trabzona ələ keçirməsi bu 1461-ci ildə heç birinə aid deyil. Çünki 1258-dən sonraya gəlir. B variantı Şirvanşahlar dövlətinin Səlcuqlardan asılı hala düşməsi, bu asılılıq 1066-cı ildədir, 1122-ci ildən əvvəl aid olduğu üçün aid deyil. C variantı Əlincə qalasının Əmir Teymura təslim olması, bu da 1400-cü il, heç birinə yenə aid deyil. Xarəzmşah Cəlaləddinin Azərbaycana yürüş etməsi biz bilirik ki, 1225-ci ildən Eldənizlər dövləti süquta uğradı, 1227-ci ildə isə Şirvanşahları tabe etdi. Demək, 1122-ci ildən sonraya aiddir bu ifadə və 1258-ci ildən isə əvvələ aiddir. D variantı qalsın. E variantı Bərdə şəhərində Slavyanlar tərəfindən talan edilməsi 944-cü ildədir. Bu da 1122-ci ildən əvvələdir. Demək, doğru cavabımız D variantıdır. Növbəti sual, 33-cü sual uyğunluğu müəyyən edin sualıdır. Demək, biz burada biri Almaniyanı qeyd edirik. Almaniyadır. İkincisi Rusiyanın ərazisidir. Üçüncüsü ada ölkəsi İngiltərədir. Və bu isə Fransadır, bu isə İspaniyadır, bura isə Portuqaliyadır. Və yaxud da bəzən məşhur olaraq belə götürülür. İspaniya, Fransa, Almaniya qeyd olunur. Yəni siz bunu baş hərflərindən ifa qeyd edə bilərsiniz. İndi baxaq nəyə? Uyğunluğu müəyyən edin. Demək ki, bura Almaniyanın ərazisi 1 oldu. 1 Almaniyanın ərazisidir. A variantı Tannenburg döyüşündə məğlubiyyətə uğraması. Tannenburg döyüşündə biz məğlubiyyətə uğranılması Rusiyanı qeyd edirik. A variantı 2-yə gedir. Yəni bu 2-yə aiddir. Belçikanın bitərəfliyini qorumaqla bağlı müqavilə öhdəliyini, təbii ki, bunu ingilislər götürmüşdü. Biz B variantını 3-ə qeyd edirik. Demək ki, B variantı 3-ə gəlir. Marna çayı sahilində döyüşdə 1914-cü ildə idi. Burada da Almaniyanın hücumunun qarşısı alındı. Almaniyada 1-də idi. C variantı 1-ə aiddir. Brest-Litovski 1918 martın 3-də müharibədən çıxmış təbii ki, ölkə Rusiya idi və Rusiyada 2-yə aiddir. Soma döyüşündə ilk dəfə tanklardan istifadə edilməsi, təbii ki, biz bunu elə ingilislərə aid edə bilərik. Demək ki, 3-ə gəlir B, E variantı. Düzdürmü burada? Demək ki, 3-ə gəldi B, E variantı, 3-ə B, E variantı. A variantında var, başqa yoxdur, yoxdur. A variantını saxlayaq, bircə dəqiqə. Sonra A, D variantı 2-yə gəlibdir. Tannenburg döyüşündə məğlubiyyətə uğramışdı. Bəli, Rusiya doğrudur. Brest-Litovski ilə Rusiya çıxmışdı. Bu da doğrudur. A, D 2-yə. C variantını yoxlayaq. Barna çayı sahilində döyüşdə Almanların hücumunu qarşısına almışdı və 2 cəbhədə vuruşma aparma məsələsi var idi. Hətta Fransa həlledici məğlubiyyətdən xilas olmuşdur da. C variantı da 1-ə aiddir. Almaniya ilə doğru cavab A variantıdır. Bu da 1-ci Dünya müharibəsinə aid olan ifadədir. Növbəti sual, 34-cü sual, söhbət 17-ci əsr Azərbaycan mədəniyyətindən gedir. Demək ki, bizdən 17-ci əsr Azərbaycan mədəniyyətini soruşur. A variantına baxırıq. Şah İsmayılın Marağa Rəsədxanasını bərpa etməsi bu 16-cı əsrə aiddir. Şeyx Cüneyd məqbərəsi 1544-cü il yenə 16-cı əsrə aiddir. Bizdən 17-ci əsri soruşur. Məhəmməd Tahir Vahidin Tarixi Vahid əsərini yazması Şah II. Abbasın dövründə 17-ci əsrə aiddir. C variantını saxlayaq. Naxçıvanda Əlincə çayı üzərində körpü 1544-cü il 16-cı əsrə aiddir. Şeyx Səhvi xalçası 1539-cu il. Bu da 16-cı əsrə aiddir. Demək, D elə yerdə qalan cavab C variantıdır. 35-ci sual. Dehli Sultanı, Əlaəddin Xələc və
Nadir Şah Əfşar üçün oxşar cəhət. Biz bilirik ki, bu Xələclər sülaləsinin nümayəndəsi idi. Təbii ki, Əfşarlarda Nadir adı üstündədir. A variantı nə deyir? Hərbi donanma yaratmağa nail olmuşlar. Ümumiyyətlə, Nadir yaratmaq istədi, alınmadı və xüsusən də Osmanlı dövləti ilə müharibə imkan vermədi. B variantı feodalların maaşlarının pul şəklində verilməsini əmr etmişlər. Hər ikisində var idi, qalsın B variantı. Bütün Hindistan məsələsi yanlışdır. Çünki Delhi Sultanı Əlaəddin Xəlc biz qeyd edirik, cənub ərazisi idi. Nadir də Mərkəzi Asiya Hindistana 1737-38-də yürüş etmişdi. Osmanlılara qarşı döyüşlərdə vuruşmuşdu. Nadir qeyd edə bilərik 1743-cü il 2-ci Sambizə döyüşündə də hətta müqavilə bağlayıb həmin üsyanı yatırmaq üçün geri döndü. Rəiyyətlərin hərbi qulluğa çağırılması isə Nadirdə idi. Bu təsərrüfat əhəmiyyətini itirir. Doğru cavab B-dir. Feodalların maaşlarının pul şəklində verilməsi əmr etdi ki, bu da özbaşınalığın qarşısının alınması idi. Növbəti sual 36-cı sual səbəb-nəticə əlaqəsinin doğru verildiyini bizdən soruşur. Bu hissə səbəbdir, bu hissə nəticədir. Birdən başlayaq. Azərbaycan fəhlələrinin ilk mütəşəkkil tətili 1902-ci il verib ki, nəticədə neft sənayesində iltisam sistemi ləğv olunmuşdur. Yanlışdır. Yəni səbəb hissəsini biz 1902-ci il qeyd edək. Bu hissəsi isə 1872 ilə burada zaman baxımından da natamamlıq var. Bir olan variantı çıxsaq, A variantı silinir, D variantı silinir, B, C və E variantları qalır. 2-yə baxırıq. Trabzon konferansında sülh danışıqlarının uğursuzluqla nəticələnməsi 1918-ci ilin mart-aprel aylarındaydı. Seyim Osmanlı müharibəsinin baş verməsi, bəli, doğru variantdır. Demək, 1 də yanlışdır, 2 doğrudur. 2 doğrudursa, B variantı da silinir. Yerdə qalır bizim C və E variantlarımız. 3-ə baxırıq, Həbib bəy Səlimovun rəhbərliyi ilə Lənkəran əməliyyatını, bəli, 1919-cu ilin avqust ayında Muğan Sovet Respublikasından ləğv olunmuşdur. Bu da doğrudur. 2-3 C variantı qalsın, D variantı, E variantı sinilir. 4-ə baxırıq. Qacarlar dövlətində ilk anti-imperialist çıxış. Bu çıxış 1891-ci ildə Tənbəki üsyanı, Müzəffərəddin Şahın konstitusiyası 1906-cı ildə idi. Bu da yanlışdır. Qafqaz Zanişinin yaradılması 1844-cü ildə 83-də ləğv olunur. 1905-də yerinə bərpa olunur, 17-ci ildə ləğv olunur. Mülkədarların til torpaqlarına məhv olunması yanlışdır. Məsəl üçün 1840-cı ildə də til torpaqlarının müsaadəsi var idi, amma sonradan geri qaytarılma var. Demək ki, 5 də yanlışdır, düzdürmü? Qafqaz Zanişində bildik. Bizim doğru cavablarımız burada 2 və 3. 2 və 3 ilə C variantıdır. Növbəti 37-ci sual. Respublika dövrünün sonlarında Romada və İngiltərədə 2-ci Henrixin hakimiyyəti dövründə orduda baş vermiş dəyişiklikləri bizdən soruşur. A variantı, ordu və donanmaya başçılıq edən strateglər, bu Yunanistanda, Afinada, Deradan və 6-cı əsr hərbiçilərə qulluq müqabilində pul şəklində maaş verilməsi ilə bayaq qeyd elədik Nadir, daha sonra isə Əlaəddin Xəlci idi. Tayfa prinsipinə əsaslanan nizami ordu təbii ki, əlaqəsi yoxdur bunlarla. Ordunun musullardan təşkil edilməyə başlanılması, bəli, hər ikisini qeyd edə bilərik. Roma Deradan və 2-ci əsr, 2-ci Henrixin dövründə isə 1154-1189-cu il hakimiyyətin sonlarına yaxın. D variantı qalsın. Zəngəvər süvari qoşunları öz əhəmiyyətinin itirilməsinə gəldikdə isə bəllidir ki, burada belə bir ifadə yox idi. 37-ci sualımızın doğru cavabı hər ikisinə aid olan D variantıdır. Sonra əslində bu E variantını məsəl üçün İngiltərədə qeyd edə bilərik, amma Romada qeyd edə bilmirik. 38-ci sual nə deyir bizdən? 38-ci sual qeyd edir ki, tarixi şəxsiyyətlər üçün ortaq cəhət məsələsini müəyyən edək. Demək, burada biz Qaraqoyunlu Cahan Şahı görürük, Sultan Yaqubu görürük və Şah 1-ci İsmaili görürük. A variantı, Osmanlılarla vuruşmada məğlubiyyətə uğramışdır. Şah 1-ci İsmail qeyd edə bilərik, digərlərini qeyd edə bilmirik. Teymuri qoşunlar üzərində qələbə qazanmasına gəldikdə isə Qaraqoyunluları qeyd edə bilərik, amma digərlərini qeyd edə bilmərik. Fərqli cəhətdir. Xorasan uğrunda Şeybanilərlə müharibə aparılmasına Şah 1-ci İsmail qeyd edirik, digərlərini aid edə bilmirik. Qızıl Ordu xanlarının hücumlarının qarşısının alınması ilə demək olar ki, heç birinin əlaqəsi yoxdur. Osmanlı Sultanı ilə dostluq münasibətlərinin əlaqəsinin saxlanılması ilə hər birində var. Şah İsmaildə də var, Yaqubda da var, Cahan Şahda da var. Doğru cavab E variantıdır. Növbəti sual 39-cu sual. Demək, söhbət 19-cu əsr dövlətlər arası münasibətlərdən gedir və şək məsələsidir. Önəmli yer tuturdu. Bu məsələnin mahiyyəti Osmanlı dövlətinin ərazilərini işğal etmək və onu bölüşdürmək idi. Çar Rusiyası İstanbul və Boğazları işğal etmək istəyirdi, amma Qərbi, bəllidir ki, Avropa dövlətlərinin maraqlarına bu uyğun deyildi. Söhbət İngiltərə, Fransada gedir. Ona görə də 1853-cü ildə Rusiyanın Osmanlı dövlətinə qarşı Krım müharibəsi ilə yazılıbdır. Osmanlı dövlətində həmin Qərbi Avropa dövlətləri müdafiə etdi. Bu müharibədə biz bilirik ki, 1856-cı ildə Paris Sülh Konfransı ilə başa çatmışdı. Sülh Konfransı.
Rusiya Krım müharibəsini başlamaqla Viyana Konqresinin üzərində götürmüş hansı öhdəliyi pozdu? Viyana Konqresi 1814-15-ci ildə və burada öhdəlik olaraq dövlətlər arası münasibətlər sistemini, yəni tazılıq məsələsini pozur. A variantı Amerikanın irəli sürdüyü mehriban qonşuluq yoxdur. Kontinental qitə blokadası 1806-cı il əlaqəsi yoxdur. San Stefano Rusiya Osmanlı müharibəsi ilə əlaqəsi yoxdur. Elə D variantı güc tarazlığına əsaslanan dövlətlər arası münasibətlər. Vestfaliya sülhü də biz bilirik 1648 30 illik müharibə idi. Bunun da əlaqəsi yoxdur. Növbəti 40-cı sual. 40-cı sual 11-ci əsrin 30-cu illərinin əvvəllərindən Şirvanşahlar dövləti və 11-ci əsrin 60-cı illərin əvvəllərində isə Şəddadilər dövlətidir. Yəni Şirvanşah və Şəddadilərin ortaq cəhdi. Alanların yürüşünə qarşı mübarizə aparılması 1030-cu ildə Slavyan, Alan və Sərər tayfalarla birlikdə yürüş etmişlər. 1060-cı ildə isə 60-cı ildə Şəddadilər Əbləsvar Şavurun dövründə hətta Şavur tədbirlər görür, xəndəklər falan qazdırır, Gəncə qala qapılarını inşa edir. Biz A variantını saxlayırıq burada. B variantı Slavyanların talanlarına məruz qalması əlaqəsi yoxdur. Məsəl üçün Şirvanda qeyd edə bilərik, amma Şəddadilərdə yoxdur. Azərbaycan torpaqlarını Vahid halda Saci və Salari birləşdirib, Dəbli uğrunda döyüşlərdə gürcülərin məğlub edilməsi 1037-ci ildə idi bu. Şirvanşahlarda Səlcuq dövlətinə vasallatlığının qəbul edilməsi Şirvanşahlar 1066, Şəddadilər isə 1054-də ilə doğru cavab A variantıdır. Növbəti 41-ci suala baxaq. Demək 41-ci sualda nə qeyd olunur? Xəritədə xüsusi işarələnmiş rayon Laçın rayonu ərazisidir. Hansı rayonun ərazisi oldu? Laçın rayonun ərazisi. İşğaldan azad olunması ordumuzun Şuşa üzərinə sürətli hücum əməliyyatına əlverişli şərait yaratmışdı, yanlışdır. Bunu qeyd edə bilmərik. Güləbir su elektrik stansiyasının açılışı, bəli, qalsın. Qarabağın hava qapısı Füzuli, yanlışdır. Ermənilər tərəfindən boşaldılaraq, bəli, Azərbaycana qaytarılmışdı. Təbii ki, 2020-ci il dekabr ayının 1-də 2-4 isə hansıdır? A variantı seçilir, B, C, D, doğru cavab B variantı deyiləm. Növbəti 42-ci sual. Tarixi proseslərin məntiqi ardıcılığı məsələsi var burada. Tarixi proseslərin məntiqi ardıcılığını tamamlayaq. İtaliyanın şimal şəhərlərlə Papanın ittifaq qurması bu bizə 962-ci ildə müqəddəs Roma İmperiyasının, Roma İmperatorunun Papa ilə mübarizəsini xatırladır və orada da qeyd edirdik ki, müqəddəs Roma İmperatoru məğlub olur. Çünki İtaliyanın şimal şəhərləri Papa ilə ittifaqdaydı. O İtaliyanın şimal şəhərlərini tutmaq istəyirdi. Bura qeyd edə bilərik ki, müqəddəs Roma İmperatorunun məğlubiyyəti. Yəni, baxaq görək o haradadır, elə A variantındadır. A variantı 2-yə gəlir. 2 A variantı, baxaq görək. A variantı çıxdı, burada yoxdur. B variantını saxladıq. Burada da 2 A variantı yoxdur. D variantında da yoxdur. E variantında da yoxdur. Yerdə qalıb A, B variantı bizə. B variantı Almaniya kralı 1-ci Otto İtaliyan şimalını tabi etmək cəhdi uğursuz oldu. Düzdür, bu əvvəl aid olmalıdır. Sonra artıq orada Almaniya kralı deyildi əslində. Bu müqəddəs Roma İmperatoru idi. Bu cümlə yanlışdır. Müqəddəs Roma İmperatoru bəli Almaniya və İtaliya üzərində nüfuzunu itirmişdir. 4-də ilə C variantı qalsa doğru cavab elə B-dir. German tayfalarla əlaqəsi yoxdur heç birində. Müqəddəs Roma İmperatoru və protestant knyazlar arasında dini müharibənin başa çatması. Əgər söhbət Almaniyadan gedirsə 1555-ci ildə Augsburg sülhündən də, Avropada isə 1648. Cavab B variantı. Növbəti 43-cü sual 19-cu əsrin 60-70-ci illərində Çar hökumətinin Azərbaycanda həyata keçirdiyi burja islahatlarına uyğunluq kəndli islahatı, biyar hərdiyə heysiyyətini pay torpağına görə pulla əvəz olunması, bəli, bir A variantı qeyd edə bilərik 1870-ci il. Bu doğrudur. B variantı sahibkar kəndləri müvəqqəti mükafətli vəziyyətdə düşmüşdür. Bəli, doğrudur. 1912-ci il asılığa son qoyulmuşdur. Birə A, B variantlarına baxsaq, demək ki, A variantında yoxdur, B variantında yoxdur, C variantında da yoxdur, D variantında görürük, E variantında görürük. 2-yə baxaq, məhkəmə islahatı 1866-cı il. Adli İclasları Məhkəməsinin yaradılması yanlış fikirdir. Belə bir ifadə biz bilirik ki, yoxdur. C variantında mülkədarlara bir də baxaq, mülkədarlara öz kəndlər üzərində polisin inzibati məhkəmə hüququnun verilməsi bu 46-47-ci ildir. 1865-də isə itirilmişdi. 2-yə baxırıq, Antli İclasları Məhkəməsi məhkəmə islahatında yoxdur variantı. Mülki işlərə hərbi məhkəmələrdə baxılması qaydasının ləğv edilməsinə əlaqəsi yoxdur bu da. Elə məsələn 1840-cı ildə bəli, bu da var idi hətta. Müxtəlif təbəqələr üçün ümumi məhkəmələrin yaradılması 66-cı il, bəli, qeyd edə bilərik. 2-ci variantı. 3-ə baxaq, şəhər islahatı 1878, şəhər təsərrüfatı polis idarələrinin əlində cəmləşməsi yanlışdır. Onların başçısı Qlava, bu da qubernator tərəfindən təsdiq olunur, ruslar idi. A variantı silinir.
Elə E variantını silirik burada. Doğru cavab D variantı qalır. Baxaq, B variantı seçkilər əsasında şəhər domasının yaradılması və şəhər idarəsi yaradılır. B variantı doğrudur. Şəhər idarəsinin başçısı bayaq da qeyd etdik. Bəli, yalnız ruslardan seçilir. C variantı da doğrudur. A, B, C, B, C doğru cavab elə D variantı. 44-cü sual nə qeyd olunur burada? Ağqoyunlu və Osmanlı müharibələrinin nəticəsi. Trabzon torpaqları yenidən Ağqoyunlu nəzarətindən keçdiyi bir ifadə yox idi. Bəllidir ki, bu dövlət olmamışdan öncə 1461-ci ildən başladı. Dövlət olan zaman 1472 Beyşəhir, 73 Malatya Yotluk bel döyüşləri və tərəflərdən heç bir qələbə qazanmadı. Mehmetin planı iflasa uğradı. Hər iki dövlət əlpər sazişini imzaladı. Səhv 1500-cü ildə bu dövləti bölüşdürmək üçün idi. İkinci Mehmetin bəli Azərbaycanı ələ keçirmək planı iflasa uğramışdı. C variantı qalsın. Uzun Həsən Osmanlılarla vuruşmada həlak oldu. Yanlışdır. Ağqoyunlu tacirlərin Hind okeanına çıxışı yanlışdır. Bu səbəblərdə idi. Doğru cavab elə C variantıdır. Növbəti sual 45-ci sual. Demək burada nə qeyd olunur? Qanun atanın başçılıq etdiyi hərəkatın məqsədi nə idi? Eradan əvvəl 522-ci ildə idi. Əhəməni hökmdarı 2-ci Kira hakimiyyətdən salmaq yanlışdır. Midiyanın Aşur əsarətindən xilas edilməsi eradan əvvəl 600 qeyd edirdik ki, 72-ci ilə müstəqillik uğrunda mübarizə başladı və bundan əvvəl də eradan əvvəl 7-ci əsrdə Kaş vilayəti xilas edir. C variantı Makedoniyanın öz başına alınan əldə bir ifadə yoxdur. Fars zülmünə son qoyulması bəli doğrudur. Midiyanın İskitlərin hökmünə son qoyulması eradan əvvəl 625-28 ili idi. 46-cı sual Ellerbein diaqramına əsasən uyğun müəyyən bəndlər Paris Konfransı Atlantika Xartiyası 1919-1941-ci il. Faşist blokuna qarşı müharibənin məqsədlərinin müəyyən olunması bu Atlantika Xartiyasında da A2-yə gedir. Dövlətlər arası münasibətləri nizamlamaq üçün Millətlər Cəmiyyəti Paris Sülh Konfransındadır. B variantı 1-ə gedir. Almaniya və onun müttəfiqlərlə sülh müqaviləsinin imzalanması bu Paris Konfransındadır. C variantı 1-ə gedir. Hər bir xalqa öz müqəddəratını təyin etmək prinsipinin demək ki, irəli sürülməsi məsələsi var idi. Əslində hər ikisinə oxşar cəhət qeyd edə bilərik. E variantı 2-ci Dünya müharibəsi dövrünə aid olması, 2-ci Dünya müharibəsinin dövrünə aid olması elə variantı bunadır. Elə 2A variantı, 2A variantı düzdürmü? Demək, burada A variantında yoxdur, yalnız A varı. B variantını saxlayaq, C variantı A, B-dir. D variantı heç əlaqəsi yoxdur, E variantı A, C-dir. Demək, elə doğru cavab B variantıdır. Hər bir xalq öz müqəddəratını təyin etmək hüququ Paris Konfransı və Atlantika Xartiyasında var. Növbəti 47-ci sualımıza baxaq. Demək, 47-ci sualda nə qeyd olunur? Gödək Əhməddən söhbət gedir. Hərbi yanların müqavimətini qırmaq, ara müharibələrə son qoydu. Bayandurlu dövlətini möhkəmləndirməyə adam cəhd göstərdi. İqtisadi vəziyyəti qaydaya salmaq, islahatlar və 20-yə qədər vergini ləğv etdi. Gödək Əhmədin bu addımları səbəb oldu. Təbii ki, bu ehtimal ki, yəni üsyanlara, çıxışlara səbəb olacaq. Feodal ara müharibələrə başa çatması əlaqəsi yoxdur. Bayandurlu sülaləsinin hakimiyyətinin möhkəmlənməsi əlaqəsi yoxdur. Mərkəzləşmiş dövlət formalaşmır, ümumiyyətlə yoxdur. Hərbi yarım köçmə yalan qiyamları qalsın. Soyğurlu torpaq sahibi vergidən azad olundu yoxdur. Elə doğru cavab D variantıdır. Və orada da 1496-cı il Naxçıvan döyüşündə qeyd edirik, hakimiyyətə gəlir. Daha sonra 1500-cü ildə Əhpər sülhündən bölüşdürdülər. 48-ci sual nə deyir? Daha əvvəl Quds krallığının yaranması 1099-cu ildir. Thomas Müseynin başçılığı kəndli müharibəsi 1524-cü ildir. Orlean 1429-cu ildir. Tudorlar sülaləsinin hakimiyyətə gəlməsi 1485-dir. Augsburg 1555-dir. Daha əvvəl cavab A variantıdır. Növbəti 49-cu sual. Xəritədə rəqəmlərlə qeyd edilmiş xanlıqlara aid ümumi cəhət. 1-dən başlayaq, bura İrəvan xanlığıdır. 2-dən başlayaq, bura Quba xanlığıdır. 3, bura Gəncə xanlığıdır. 4, elə Urmiyanın ərazisindədir, Urmiya xanlığıdır. 5, Şamaxı xanlığıdır. Demək, xanlıqlar və ümumi cəhətlər bu istiqamətlər. 2-5 Qarabağ xanlığından asılılığı qəbul etmişdir. 2 hara oldu? Quba. 5 hara oldu? Şamaxı. Şamaxını qeyd edə bilərik ki, məsəl üçün Qarabağ xanlığından asılılığının qəbul edilməsi. Əslində Qubada da yoxdur bu. Şamaxıda da məsəl üçün Qarabağ xanlığından asılılığının qəbul edilməsi, yəni bu da qeyd eləmək olmaz, yenə də qalsın. 1. 2-yə baxırıq, 1-4 əsasında Əfşar tayfasının olan xan tərəfindən. 1-ə baxırıq, İrəvan var, Urmiya var. Demək, 2, bunu əminliklə deyə bilərik. E variantı qalır, D variantı qalır. A variantı, B variantı, C variantı silinir. 3-5-2 hakimiyyətliyin mövcud olması Gəncədə var. Demək ki, Şamaxıda var, bəli.
Demək burada iki hakimiyyətli mövcud olması biz 3-5-də dedik ki, Gəncədə də var, Şamaxıda da var. Bunu da qeyd edə bilərik. 2-3 doğru cavabımız E variantı. 4-2-3 Şəki xanlığına qarşı Gürcü Çarlıqla ittifaqda olmuşdu. Gəncə var, amma Quba yoxdur. Demək 2-5 Qarabağ xanlığının qəbul edilməsi təbii ki, Quba və Şamaxıda yoxdur. Doğru cavab E variantıdır. Növbəti 50-ci sual İngiltərənin söhbət İngiltərənin 14-cü əsr və 17-ci əsrin 80-ci illərindən gedir. Demək, burada parlament məsələsi var. Və 1689-cu ildə də hüquqlar haqqında bir qanunda parlamentli monarxiya çevrilir. Burada da parlamentin müəyyən hüquqlar verilmişdir. Parlamentli monarxiya idarə etmə sistemi 17-də var, 14-də yoxdur. Kralın qanunlara veto qoymaq hüququnu 17-ci əsr, parlamentin qanunları qəbul etmək, vergi qoymaq hüququnu qazanması 14-cü əsr, Katolik mütləqiyyətin əlaqəsi yoxdur, elə vergilərin parlamentlə müəyyənləşdirilməsi E variantıdır. Növbəti 51-ci sual. Şeyx Məhəmməd Xiyabani və Seyid Cəfər Pişəvərinin oxşar cəhəti Səttarxandan fərqli olaraq, yəni biz bu ikisinin oxşar xüsusiyyətini Səttarxandan fərqləndirməliyik. 5-11-ci il İran inqilabı ilə Cənubi Azərbaycana muxtariyyət verilməsi uğrunda mübarizə aparmışdı. Bəli, Xiyabani ilə Pişəvəri aparmışdı, amma Səttarxan aparmamışdı. Bir qalsın, Sovet İttifaqı ilə əlaqə saxlanılması ümumiyyətlə hər üçündə qeyd edə bilərik. Milli hökumətin təşkil edilməsi Xiyabani və Pişəvəridə var, amma ki, Səttarxanda yoxdur. Qacarlar sülaləsinin hökmranlığına qarşı əlaqəsi də yoxdur. Təbii ki, 1796-1925-ci il, yəni demək olar ki, Xiyabani Səttarxanda, Pişəvərdə təbii ki, Qacarları əvəz edir. Burada Pəhləvilər sülaləsi ilə. Doğru cavab 1-3. C variantı. Növbəti sual. 52-ci sual. Söhbət zaman oxunda Türk dövlətlərinin tarixinə aid hadisələrin xronologiya ardıcıllığına gedir. Diqqətli olun. Kürşad üsyanı 639-cu il, Avropa Hun dövlətinin süqutu 470-ci il, Satuq Boğraxanın İslam dini dövlətliliyinə aitməsi 932-ci il. Baxırıq ki, kiçikdən böyüyə doğru gəlməlidir. Diqqətli olun. Ən kiçik olan 470-dir. A variantına gəlir 2. Düzdürmü? Sonra 639. B variantına gəlir 1. Düzdür. 932 3. Demək 2-yə A variantı gələndə B variantı 1-ə, C-yə 3. Doğru cavab A variantıdır. Bunları da sıxır. Növbəti 53-cü sual. Bacarıqlı insandan Neandertal insana aid olan xüsusiyyətləri bizdən soruşur. Bacarıqlı və Neandertal ulu icmada yaşaması doğrudur. Qızıl ovçuluqla məşğul olması düzdür. Daş alətləri ağıl insan, rabitəli nitq ağıl insan. Xronoloji ardıcıllıq məsələsi Azərbaycan Respublikasının Konstitusiyasının qəbulu 1995. Bakı Tbilisi Ceyhan kəmər ixracının istifadə edilməsi 2006. Sədrət Diluzug Ümid Körpüsü 1992. Qoşulmama hərəkatı 2011-ci il. Kiçikdən böyüyə doğru gələrsə 3, 1, 2, 4. 55-ci sual. Osmanlı Sultan II. Bəyazitdən fərqli olaraq digərləri Sultan Səlim 1512-20, Süleyman 2066. Durğunluq dövrünün başlanması 1579 əlaqəsi yoxdur. Misir Məmlük Sultanlığa son qoyması 1517-ci il doğru. Səvlər üzərində qələbə qazanması 1514-cü il doğru. Süleyman Viyananın mühasirəyə alması 1529 deyə bilərik. Prut çayı sahilində isə təbii ki, əlaqəsi yoxdur. 1711-ci il Əhməd. Müqəddəs birlikdə əlaqəsi yoxdur. 2, 3 və 4. 55-ci sual. 56-cı sual. Qara Yusifdən fərqli olaraq Şah 1-ci Təhmasib Ələbir Ağuz dövlətində tərkibinə qatmış. Hər ikisi Şirvan şahları asla hala salması. Hər ikisi Osmanlılara qarşı mübarizə aparması. Təhmasib Bağdad Axılmoqa Ələbir Ağ itirmişdi. Şah 1-ci Təhmasib. Növbəti 1803-cü ildə Şəmkirə çatır. Cavad xanına məktub göndərir. Şəhərin Avropa adətləri tutması idi. Yəni söhbət Cavad xandan gedirsə, Gəncə xanlığından gedir də burada. Gəncə xanlığından gedir. General Sisyanovun Gəncə xanlığı işğalına böyük əhəmiyyət verməsinin iki səbəbini yazır. Bəllidir ki, yəni Azərbaycan digər xanlıqlarına yol açırdı. Təbii ki, məsələ bundan ibarət idi və digər xanlıqlarına müraciəti bəllidir. Yəni olur da burada. Böyük əhəmiyyət verməsinin iki səbəbi budur ki, Azərbaycan digər xanlıqlarına yol açması və digər xanlıqların işğalı. 59 mənbədə bəhs olunan dövrdə Rusiyanın Cənubi Qafqazda iri miqyaslı hərbi əməliyyatlar aparmasına imkan yaradan Qacarlarda qeyri-siyasi sabitlik idi. Osmanlı sülh müqaviləsindən öz üstünlüyünü itirmişdi. 60-cı il Cavad xanın Qarabağ xanı İbrahim Xəlil xandan fərqi onda idi ki, yəni daha qətiyyətli, daha mübarizkar idi. Demək ki, bu da belə. Sağ olun, hələlik.